Salam əziz dostlar. Qərara gəldim ki, yeni bir formatda qarşınızda olum. Bugün deməli nə edəcəyik? TikTokda olan rəqs paylaşımları izləyəcəyik və təbii ki, mən öz fikirlərimi bildirəcəm. Və gəlin çox uzatmadan keçərik. Və ilk videomuzdan başlayırıq dostlar. İzləyək. Bakı Xoreografiya Akademiyasının məzunları. Əla. Bu arada bu uzun rəqsidir. Məzunlara aid çox belə trendlər görmüşəm, keçidlərlə falan. Amma məncə bu daha gözəldir. Niyə? Çünki bizim milli musiqimiz var və təbii ki, bu bir təbliğatdır həmçinin. Yəni ki, bizim milli musiqimizin təbliğatı gedir burada. Mən çox bəyəndim şəxsən, mən ləzzət aldım. Ona görə keçək ikinci rəqsimizə. 3 sadə hərəkət klubda fərqlənmək üçün. Aha. Burada çox şey deyə bilməyəcəm, çünki bu xarici rəqsdir. Yəni ki, ona görə bu videonu keçirik. Aha. Azeri qızın ilk dərsin hamını şoka saldı. Aha, Qaraş göstərir ki, ona bax ki, necə qızlar rəqs öyrənir orada. Niyə də? Niyə də? Nəysə. Axıra kimi baxar, sonra mən fikrimi bildirəcəm. Bunu qışqırmalıydı da. Dostlar, belə bir şey deyim sizə. Mən artıq illərlə, yəni ki, məni izləyən, məni tanıyan bilir ki, mən sırf belə rəqslərə qarşı çıxıram. Ümumi rəqsə deməzdim, sırf yəni ki, qızlar sırf bu ifanı edəndə məndə bir qıcıq yaradır. Yəni ki, xanım kimi olmalıdır, incə. Nəinki, bu indi qaqa tipli rəqslərdir. Və okey, oğlanlar oynaya bilər, oynasınlar, mən ona heç bir söz demirəm. Amma ki, qız bu formada oynayanda artıq bu iğrənc bir şeyə çevrilir. Ona görə nəysə. Sözümü burada tamamlayayım. Çox şey fikir bildirmək istəmirəm bu haqda, çünki artıq bəllidir. Keçək növbəti rəqsimizə. Aha, növbəti rəqsimiz rəqqəsə hardan bilsin ki, illərlə orientalda qızlara dərs demişəm. Aha. Adı nədir? Söz belə tapa bilmirəm ki, nəsə deyim. Okey, gəlin belə danışaq. Əgər öyrədirsə, okey, no problem. Çünki öyrətməyə başqa, amma özü ifa edirsə, mən bilmirəm, bura məclisdir, yoxsa bura master-class. Əgər master-class keçirsə burada, okeydir, öyrədir, burada heç pis bir şey yoxdur. Əgər bura master-class deyilsə və hansısa bir məclisdir, bilmirəm nədir, əgər çıxıb özü ifa edirsə, bu artıq biraz не то, yəni o deyil. Çünki yəni ki, kişi xeylalı durub ortalığa düşüb göbək rəqsi oynamağı düzgün deyil. Çünki bu xanımlar üçün olan bir rəqsdir. Amma burada yazılışda bəllidir ki, bu master-class deyil, bu artıq məclisdir və orada girib ortaya rəqqasə ilə oynayır. Bu sadəcə yanlışlıqdır. İndi bəziləri deyəcək, axı siz də xanım rəqsi ifa edirsiniz, filan beş mekan. Xeyr əziz dostlar, mən xanım rəqsləri ifa etmirəm, mən öyrədirəm və öyrədici videolar çəkirəm. Bu başqa. Amma çıxın məclisdə mən qız kimi süzüm, bunu
heç kim deyə bilməz ki, siz edirsiniz. Çünki mən etməmişəm və etməyəcəm də, bunu görməyəcəksiniz. Ona görə keçirik digər videomuza. Hop! Növbəti video mənim videom çıxdı əziz dostlar. Qaşqabağım yerlə gedir. Ürəyim tup deydi. Öz rəqsimə fikir bildirməyəcəm, bunu sizə buraxıram, fikirlərinizi bildirərsiniz. Keçirik növbəti videoya. George Beautiful Dance, Kafkas Creative. Və bu rəqs səviyyədir. Düzdür, bu başqa mahnı ilə ifa edir rəqsi. Səhv etmirəmsə, rəqqasının adı Nuradır. Gürcü rəqqasıdır. Rəqs olaraq süpürdür. Sadəcə mahnı mənə çatmadı ki, bu... Düzdür, üstünə qoyublar mahnını, amma rəqs süpürdür. Buna heç bir sözüm yoxdur mənim. Keçirik növbəti videomuza. Nəsə, belə çuşqa rəqslər çıxmır qarşımıza, maraqlıdır. Növbəti videomuz, dərslər Xırdalan. Oy, bu nə mahnıdır axı, bu nə musiqidir. Yəni ki, mənə həqiqətən çatmır. Yəni ki, bu mahnıya baxıb, qulaq asıb daha doğrusu zövq alan var. Yəni ki, bu nə mahnılardır axı. Yəni ki, niyə? Özü uşaqlar oynayır, yəni ki, bunların gələcəyi nə olacaq, mənə çox maraqlıdır. Arxa fonda da qızlar var, balaca qız uşaqları və bu... Sözüm yoxdur. Gəlin bir də yorumlara baxaq. Çox maraqlıdır yorumlarda nə deyirlər. Yorumlarda da demək olar ki, hamısı xaricidir. Yəni ki, bizim millət yoxdur. Bu deməkdir ki, bunlar xarici kəşfiyyətinə düşüblər. Gəlin videonun davamına baxaq. Bu nə hərəkətdir də, bu nədir? Hələ də üzlərini belə... Niyə? Bu əzli büzülmək haradan gəlib çıxıb? Yəni ki, bu cəmiyyəti pozmaqdır mənə görə. Mən artıq sözdə ifadə etmək istəmirəm sadəcə. Amma ki, bu sadəcə bir ağrışıq haldır və mən bu rəqsəmə qarşı çıxıram. Keçən növbəti videomuza. Gəncə Dövlət Filarmoniyasında baletmeyster Sənan Cavalov və tələbələri uzun rəqs oynayırlar. Yaşar, bu başqa məsələ. Həqiqətən bu başqa məsələ. Bu səviyyə tam başqadır. Və hətta yorumlara belə baxsaq, hər kəs yazır möhtəşəm bir rəqs və super rəqs və təbii ki, mahnının adını soruşurlar. Bu arada mahnının adı Uzun Dərə. Keçirik videonu, çünki mən bu videonu bəyəndim. 10 üzərindən 10 bal verirəm. Keçirik növbəti videoya. Növbəti videomuz gəldi. Bu videoda sonra bir çox tanış... Bu xoreografiya mənim ən yaxın dostum Əli Səfərov qurub, özü rəqqas xoreografdır, çox gözəl insandır. Onun kanalını burada bir butonda tab edəcəm, takip atarsınız bu arada. Və bir nüansa toxunmaq istəyirəm, bu mənə çox qıcıq yaradır adı. Gürcü rəqsində bax, belə bir şey yoxdur. Gürcülərdə əl düz olur. Yəni ki, mən baxıram, sırf bu xanıma sözüm deyil təbii ki, ümumi xanımlaradır, hansılar ki, rəqs dərsi keçirlər, amma ki, özü gürcü rəqsləri keçirlər və əllər bu qayda da olur. Xeyr, bu milli rəqsə aiddir. Gürcülərdə budur, maksimum dirəşsə, okey, bu barmaq qalxa bilər. Amma ortancı barmaq bura çökməməlidir. Çünki gürcülərdə elə bir hərəkət yoxdur. Nəysə, keçək növbəti videomuza. Növbəti videomuz gəldi.
Bu arada səhv etmirəmsə qara pencəkli olan bu Elinin qardaşıdır. Baklava Show səhv etmirəmsə. Çox mırt uşaqdır da o. Aha. Buna yəni ki, sırf profesional tərəfdən belə fikir bildirə bilməyəcəm. Çünki bunlar artıq əylənirlər və normal bir şeydir. Biz arada bir dostlarla belə edirik. Amma maraqlı videodur. Keçirik növbəti videomuza. Buna mən bir şey fikir bildirməyəcəm. Çünki bu şəxsə sözümü də demişəm və məncə artıq fikir bildirməyə belə ehtiyac oldu. Bu sadəcə bir çuşka mahnısı ilə, çuşka elementlər etməklə, əslində orada milli elementlər də var. Onu sadəcə elə əzib büzüblər ki, iyrənc bir formaya alıb. Ona görə bu videonu keçirəm mən. İncəməyin dostlar. Ona imkan ver də. Çekmiyor seni. Məzələnsən? Ekran şu son. Ay. Kodma mısın ekran? Əziz dostlar, keçirin növbəti videomuza. Da, bizimlə öyrən. Təbii ki, mənim heç bir belə deyək də şəxsi qərəzliyim yoxdur həmən şəxsin. Sadəcə bir sual. Niyə axı kişi elementləri siz qızlara öyrədirsiniz? Bu nə trenddir axı? Tamam. Xanım müəllimə kişilərə, oğlan uşaqlarına öyrədə bilər. Həm də ki, kişi xanımlara öyrədə bilər. Amma ki, durum misal üçün mən oğlanları düzüm və başlayım incə bir rəqs öyrətməyə. Bu nə dərəcə doğrudur? Və həmçinin qızlar niyə kişi kimi oynamalıdır? Bunların incəliyi harda qalır? Nə olacaq? Məncə bunu biraz oturub fikirləşmək lazımdır. Yəni ki, axırımız hara gedir? Assa. Aha. Tuta bilmədim. Bu qaqaşdır yoxsa qızdır? Əziz dostlar, siz əgər tanıyırsınız, bir dənə yazın. Mən amma tuta bilmirəm. Səhvdən qıza da oxşuyur, amma tipajı oğlan tipajdır. Gəlin bir dənə baxaq. Ondan tuta bilmədim. Bir dənə yorumlara da baxaq. Yorumlarda da yazmırlar. Əziz dostlar, siz bir dənə fikrinizi bildirin. Bu qız idi yoxsa oğlan idi? Əgər qız idisə, qızlarda lezginka rəqsində hərəkətlər tam başqadır. Bu oğlan partiyasıdır. Ona görə keçid alırıq digər videomuza və sağollaşırım. Keçən çıx. Zəfalım. Bu nə yaşayış var, nə də var. Nəysə əziz dostlar, bugünkü videonun sonuna gəldik, çıxdıq. Ümid edirəm ki, bu formatı bəyəndiniz. Sizdən like atmağı və yorum yazmağı xahiş edirəm və təbii ki, kanala abunə olmağı unutmayın. Görüşənədək.